maraqlı oyunlar və təlimlər keçirilir. Yazarlar, musiqiçilər gəlir. Biz sitrus bağlarına da getmişdik. Ora çox gözəldir. Mən bugün uşaqlarla ünsiyyətdən çox böyük bir zövq aldım və ən çox məni xoşbəxt edən onların məqsədlərini doğru bilmələri, onların arzularının dalınca yürümələri və istəklərinə, hədəflərinə can atmaları gözəldir. Əminəm ki, bu uşaqların içindən Azərbaycanın gələcək elm xadimləri, siyasətçiləri, sənətkarları, iqtisadçıları yetişəcək. Çox əylənirik. Məsələn, yeni dostlar qazanmışam. Həmçinin burada könüllülərimiz bizə çox dəstək olur. Voleybol, basketbol və s. oynayırıq. Axşamda konsertimiz olur.